Dünən paytaxt məktəbində bir şagirdin öz sinif yoldaşının üzərinə alışdırıcı maye atıb yandırılması xəbəri ilə bağlı şəxsi fikirlərimi video formasında paylaşdım. Əslində bir Azərbaycanlı olaraq məni bu hadisənin özü yox, onun motivi və səbəbləri daha çox narahat edirdi. İndi isə nəticələri də düşündürür. Çünki həmin videodan sonra heç gözləmədiyim halda Azərbaycan Saatı kanalına çoxlu sayda məktub və müraciətlər gəldi. Bu məktubların içərisində Azərbaycanın ali təhsil məktəblərinin birində 3-cü kurs tələbəsi olan bir gəncin düşüncələri diqqətimi daha çox cəlb elədi. Müəllif bildirir ki, ölkədə yaşadığı üçün təhlükəsizliyi naminə fikrini həmin videonun altındakı şərh hissəsində qeyd etməyib, email ünvana məktub kimi göndərməyi qərar alıb. Həmin gəncin məktubunu səsləndirməzdən öncə bu videonu izləyənlərdən kanalımıza abunə olmağı, bəyənməyi və paylaşmağı xahiş edirəm ki, səsləndirilən müstəqil və gənc düşüncələrin daha çox adama çatdırılmasına imkan yaradasınız, yardım edəsiniz. Nə yazır bu gənc? Əslində 15 yaşlı şagirdlərin özləri ilə yanaşı onların valideynləri də məhz Əliyev hakimiyyəti dövrünün yetişdirdiyi öncəki cavan nəsildir. O nəsil ki, Ata Heydərin dövründə çoxlu sayda məcburi köçkünlərin müvəqqəti olaraq uşaq bağçalarına yerləşdirməsi səbəbindən bağçalara gedə bilmədi və uşaqlıq dövründəki sosial tərbiyədən məhrum oldu. Həmin nəslin övladları olan hazırki məktəbli uşaqlar isə Əliyevlərin hakimiyyəti dövründə uşaqlığı kimi kiçik maddi qayğıdan da məhrum edildilər. Azərbaycan xalqının təhsil və tərbiyə sisteminə 33 il müddətində Əliyev ailəsinin vurduğu yara təkcə dövlət uşaq bağçalarının ləğvi səviyyəsində kütləvi azaldılması və uşaq pulunun bir dəfəlik ləğv edilməsi ilə məhdudlaşmadı. Bu, zəli hakimiyyət ana-ata statusuna bərabər tutulan müqəddəs müəllim sözünü adi dövlət məmuru və mağaza sahibinə xitab sözü qədər ucuzlaşdırdı. Bu, qəddar ailə özlərinin qidalandığı korrupsiyanı təhsil sisteminə yoluxdurdu. Əsas vəzifəsi tədris və tərbiyə vermək olan müəllim heyətinə ailə üçün pul dilənmə öhdəliyi yüklədi. Hakimiyyət doğrusu olan bu sülalə cəmiyyətin tərbiyə mənbəyi sayılan müəllim heyətini siyasətin ən çirkin əməllərinə, saxta seçki bülletenlərinin qutuya atılması işinə vadar elədi. 4 illik bakalavr dərəcəsi almış ali pedaqoq heyətini hər il fərqli yeni sertifikatlaşdırma sistemindən keçirtməklə çoxlu sayda qocaman təcrübəli müəllimləri bezdirib təhsil sistemindən uzaqlaşdırmağa nail oldular. Bu hakimiyyət məktəblərin fən otaqlarının divarlarında həmin fənlər üzrə tanınmış alim və ziyalıların, yazıcı və şairlərin şəkilləri əvəzində yalnız Əliyevlərin portretlərini astırdı. Ədəbiyyat dərslərində Nəsimi, Nizami kimi dünya şöhrətli şairlərin qəzəlləri ilə yanaşı, şagirdlərə özünü idarə edə bilməyən Leyla Əliyevanın səfil şeirləri öyrədilir. Bütün bunların hamısını Təhsil Naziri Emin Əmrullayev dövlətin uğurlu təhsil siyasətinin istiqamətləri və davamlı islahatlar kimi tətbiq eləyir. ABŞ-ın New York şəhərindəki Kolumbiya Universitetində ali təhsil diplomunu şəxsən Barack Obama'nın əlindən alan Emin Əmrullayevdən gözləyirdik ki, o Azərbaycan təhsil sistemini də qabaqcıl Amerika təhsil sisteminə uyğunlaşdıracaq, amma təhsil sistemində sıravi şagirdin belə söz azadlığının necə olduğunu ABŞ-da öyrənən Emin Əmrullayevin təhsil naziri kimi öz sahəsində baş verənlərə görə bir kəlmə belə deyə bilməməsinə ABŞ-da və Azərbaycanda buna qorxaqlıq deyirlər, sadəcə üzülmək olar. İndi Emin Əmrullayevin troll dəstəsi onu müdafiə naminə deyə bilər ki, Emin Əmrullayevin diplom aldığı ABŞ-da hər il fərqli ştatlarda şagirdlərin məktəbə silah gətirərək həm yaşıdlarına güllə atması kimi hadisələr olur. Bu doğru faktdır, amma Emin Əmrullayev gözəl bilir ki, bu kriminal faktın səbəbi ABŞ təhsil sistemindəki tədris və tərbiyə ilə əlaqəli deyil. Çünki ABŞ məktəblərində əsasən 3 tam kəskin sosial statusda şagirdlər oxuyur. Bunlara vətəndaşlığı olanlar, müvəqqəti yaşamaq icazəsi olan miqrantlar, yalnız təhsil icazəsi olan başqa miqrantlar daxildir.
Bununla yanaşı, ABŞ məktəblərində Asiyalı, Avropalı, Afrikalı və Latın kimi irq fərqləri ilə də şagirdlər arasında sosial qruplaşmalar var. Eyni zamanda dil qruplaşmasına görə də Amerikalı, Afrikalı, Hindistanlı, Asiyalı və İspan dili şagirdlər arasında münasibət qurma çətinlikləri var. Buraya kapitalizmin maddi duruş fərqini də əlavə etsək, olduqca mürəkkəb münasibətlər sistemini təsəvvür etmək mümkündür. Bütün bu mürəkkəb münasibətlərin olduğu məktəblərdə şagirdlər arasındakı münasibətlərdə ara-sıra emosional gərginliklərin baş verməsi başa düşüləndir. İndi isə diqqətimizi sual ilə Emin Əmrullayevə yönəldək. Regiondakı qonşularla müqayisədə hər il dəfələrlə az turistin maraq göstərdiyi, yoxsulluq və işsizlik üzündən əmək resurslarının ilbəil azaldığı Azərbaycan ölkəsinin paytaxtında sinif yoldaşını bilərəkdən alışdırıcı maddə vasitəsilə yandıran şagirdlərin hər ikisi də Azərbaycanlı deyildilərmi? Yaxud bundan əvvəl məktəbə qanunsuz və iri kalibrli silah gətirib öz müəlliminə atəş açan şagird və müəllimə fərqli sosial statuslu, fərqli irqli və ya fərqli dilli idilərmi? O hadisədən də öncə öz sinif yoldaşının alnına nalayiq sözü yazmaqla alçaldan qız şagirdlər hansı fərqli etnik qrupa aid idilər? Emin Əmrullayev şəxsən bu suallara rəsmi yerli media vasitəsilə həqiqi cavab verməsə də, gerçək cavabı Azərbaycan xalqının hakimiyyətdə olan və olmayan hər bir nəfəri dəqiq bilir. Hər kəs bilir ki, tərbiyə tədris pilləsindən akademik pilliyə qədər təhsil sisteminin səviyyəsinin bugünkü sıfırdan aşağı dərəcəyə düşməsinin, məktəblərdəki müəllim-müəllim, müəllim-şagird və şagird-şagird münasibətlərindəki hörmətsizliklərin və emosional gərginliyin təqsirkarı bir idbar ailə, Əliyev ailəsidir. Adi kənd şagirdi səviyyəsində görünənləri sadalamaq da mümkündür. Bütün şagirdlər görürlər ki, ikinci ana hesab etdikləri müəllimə hər gün məktəbdə Əliyev ailəsi üçün pul dilənir, hər seçkidə Əliyev ailəsi üçün saxta bülletin daşıyır. Bütün şagirdlər görürlər ki, İlham Əliyevin tapşırığı ilə prokurorlar və polislər bu şagirdlərin jurnalist xalalarını şərləyib məhkəmədə 10 il həbs etdirir. Bütün şagirdlər görürlər ki, İlham Əliyevin göstərişi ilə həmin şagirdlərin siyasi fəal dayılarını təcridxanalarda döydürüb, boyunlarına zorla 10 illik həbs cəzası yükləyirlər. Bütün şagirdlər görürlər ki, İlham Əliyevin acığı tutduğu üçün şagirdlərin hüquq müdafiəçisi olan əmlərini küçələrdən uğurlayıb, şər böhtanla hər birini 10 il azadlıqdan məhrum etdirirlər. Bütün şagirdlər görürlər ki, İlham Əliyevin ailəsi bu xalqa qənim kəsildiyi üçün şagirdlərin ali təhsilli anaları iş tapa bilmirlər, ali təhsilli atalarının qazancı yetərli deyil, nənələri dilənçi pensiyası alır, babaları müalicəsizlikdən vəfat edirlər. Bütün şagirdlər görürlər ki, qazi qonşuları çarəsizlikdən özlərinə qəsd edir, həmyaşıd qonşularını polislər narkotika və ya fahişəliyə cəlb edirlər və daha dəhşətli hadisələr baş verir. İlham Əliyevin başçılıq etdiyi bu dəhşətləri görən şagirdlər küçədə məmur övladlarının qudurğanlıqlarını da müşahidə edir. Mediadan isə Əliyevin komandasından hər il bir neçə yüksək vəzifəli milyardlıq uğurluq seriyalarından sonra əksər məmurun heç bir mühakimə olunmadığını və azadlıqda olduğunu izləyirlər. Sizcə bu görüntüləri və hissləri erkən yaşlarında yaşamağa məcbur olan şagird normal emosiya sahibi ola bilərmi? Əliyev ailəsi əmin olmalıdır ki, paytaxt məktəblərində şagirdlərin sərgilədikləri ara-sıra emosional hadisələr sadəcə öz emosiyasını gizlədə bilməyən daha həssas olanlardır. Qalan və hazırda emosiyasını cilovlaya bilən şagirdlər isə bu hisslərini ən mümkün fürsət düşəndə nümayiş etdirəcəklər. Özünüz düşünün, Əliyev hakimiyyəti dövründə böyümüş valideyn nəslin daha bacarıqlıları ölkəni tərk ediblər. Hazırda böyüyən şagirdlər arasında da savad bacarığı azca fərqlənənlər dərhal xarici ölkələrə can atırlar və valideynləri də borc xərc eləyib onlara dəstək olurlar. Ölkədə qalan bacarıqsızlar isə
bekar dəstələrə və qruplara çevrilirlər, bəziləri kriminallaşırlar, onların itirəcəkləri heç nə yoxdur. Və bu savadsız qruplaşmalar hazırki durumlarının təqsirkarının Əliyev ailəsi olduğunu gözəl anlayır və ona görə də bu həmfikirlər arasında çox güclü, qarşılıqlı birlik formalaşıb. Bu birliyin sədaqət gücünü və güvən bağlılığını İlham Əliyevin savadsızlardan ibarət komandası çox gözəl anlayır. Zaten Əliyev komandasının birliyinin ana xətti qohumluq, tanışlıq və bir də savadsızlıqdır. Bu komandanın hər bir üzvü layiq olmadığı vəzifədə oturduğunu, vəzifəsinə aid olandan artıq səlahiyyətə sahibləndiyini və bir də hər gün bilərəkdən qanunları pozub kriminal bataqlığa girdiyini dəqiqliklə bilir. Əliyev komandasının içindəki bu güvən bağlılığının düyünü yalnız bir nəfərdir, İlham Əliyevdir. İlham Əliyev isə bunu dəqiq bilir və əgər indiyədək bilmirdisə, bundan sonra bilsin ki, hakimiyyəti bundan sonra öz ailəsinin digər hər hansı üzvünə ötürdüyü andan başlayaraq həmin güvən düyünü qısa zamanda kövrəkləşəcək. Çünki Əliyev ailəsinin heç bir gənc üzvü Arzu, Leyla, Heydər, bunların yetkinlik yaşına çatmış uşaqları və hətta Alyonada Azərbaycanın sıravi orta məktəblərində və universitetlərində təhsil almayıblar, Azərbaycanlı şagird və ya tələbə dostluğunda tərəf olmayıblar, onlar öz yaşıdları üçün tam yad olan şəxslərdir. Onların hakimiyyətə keçə biləcəyi komandanın hər üzvü isə həmin hakimiyyətdə olmayanların məktəb, universitet və əskərlik yoldaşlarıdır. Bu yoldaşlıq güvənliyinə yad adamın sonradan daxil olması da mümkün deyil. Deməli, Əliyev ailəsinin hakimiyyətinin son diktator təmsilçisi elə İlham Əliyevin özü olacaq. Əgər Əliyev ailəsinin özbaşınalıq və qudurğanlıqlarından xirtdəyə qədər bezmiş xalqın valideyn nəsli bu yaxın günlərdə İlham Əliyevi, onun xaricdəki keçmiş həmkarları gedən istiqamətə yola salmazsa, onu savadsız və daha acıqlı övlad nəsil daha betər edəcək. Bu məktub bir gənc Azərbaycanlının beyin səsləridir. Etiraf edim ki, Sovet təhsilli müxalifətin dövründə sosial şəbəkələr olmadığına görə, xarici ölkələrin sosial-iqtisadi, hüquq, normativ sahələri barədə məlumatlıq səviyyəsi, eyni zamanda situasiyaya görə reaksiya və qərar vermə sürəti hazırki müasir düşüncəli gənclərlə müqayisədə çox zəifdir. Bunu etiraf etməliyik. Gəncin qeyd etdiyi məktəb, universitet və əskərlik yoldaşlıqları ilə bağlı düşüncələrini də dəstəkləyirəm. Bunu sonuncu Qarabağ döyüşlərində gənc əskərlərimizin, sonra da veteran və qazilərimizin bir-birinə necə dəstək olduqlarının əyani şahidləri olduq və oluruq. Birinci Qarabağ müharibəsi dövründə İlham Əliyevin, sonuncu Qarabağ müharibəsi dövründə isə İlhamın oğlu Heydərin bu döyüşlərdən necə yayındıqlarını bilməyən yoxdur. Hətta jurnalist Emin və Mehman Hüseynov qardaşları Bala Heydərin həmin dövrdə harda olduğunu da ifşa edib paylaşmışdılar. Azərbaycan xalqının bu ailəyə nifrətini və lənətlərini isə bütün yerli və xarici mediada yayımlanan az qala hər videonun altındakı şərh bölməsində olan mətnlərdən və bu şərhlərin bəyənmə sayından aydın görə bilirik. Yəqin ki, vaxtıyla Tunis, Misir, Şri Lanka, İraq, Suriya, Macaristandakı yerli mediaların paylaşdıqları xoş xəbər başlıqlarını da yaxın günlərin birində Azərbaycan mediasının paylaşımlarında izləyərik.